Qəbula situasiya sualı kimi düşmüş epistazı öyrənmək istəyirsən? Elə isə izlə. Epistaza görə 2D heterozigot boz ada dovşanını çarpazlaşdırsaq, fenotip və genotip aşağıdakı kimi olacaq. 3 ədəd fenotip alınacaq. Boz, qara və ağ rəngdə dovşanlar. Genotipə görə isə 9 genotip alınacaq. Gəlin bir yerdə ada dovşanlarının fenotiplərini qısaca genotipə çevirməyi öyrənək. Boz ada dovşanı 9 ədəd alınacaq. Boz ada dovşanlarının yazılışında böyük S və böyük A hərfi olmalıdır. Yəni onların fenotipi böyük S, böyük A-da. Böyük S-nin yanında böyük S-də dayana bilər, kiçik S-də dayana bilər. Böyük A-nın yanında böyük A-da dayana bilər, kiçik A-da dayana bilər. Deməli, boz ada dovşanlarının 4 genotipi olacaq. Fenotipə görə 3 ədəd qara ada dovşanı alınacaq. Qara ada dovşanlarını böyük S, yanı boşluq, kiçik A kimi yaza bilərik. Boşluğun yerinə böyük S-də yazsaq olar, kiçik S-də yazsaq olar. Deməli, qara ada dovşanının genotipi 2 cür olacaq. Ağ ada dovşanları 4 ədəd alınacaq. Kiçik S yazılıbsa, yanı boşluqdursa, bu ağ ada dovşanını bildirir. Deməli, ağ ada dovşanlarının genotipi 3 cür olacaq. Uzun sözün qısası. 9 ədəd boz ada dovşanının 4 cür yazılış forması var. Böyük S, böyük S, böyük A, böyük A, böyük S, böyük S, böyük A, kiçik A, böyük S, kiçik S, böyük A, böyük A, böyük S, kiçik S, böyük A, kiçik A. Bunlar boz ada dovşanlarının genotipidir. Qara ada dovşanlarına gəldikdə isə böyük S, böyük S, kiçik A, kiçik A və böyük S, kiçik S, kiçik A, kiçik A. Onun genotipidir. Yəni 3 ədəd qara ada dovşanının 2 ədəd genotipi var. Ağ ada dovşanları isə kiçik S, böyük A, böyük A, kiçik S, böyük A, kiçik A, kiçik S, kiçik A şəklində yazılır. İndi siz mənim sualıma cavab verin. Deyin görək, monohomozigot, monoheterozigot genotipli boz ada dovşanı bizə neçə sort qamet verərdi?